Həm 1-ci Qarabağ, həm də 2-ci Qarabağ müharibəsində saysız-hesabsız döyüşçülərimiz var, şəhidlərimiz var, qazilərimiz var və onların hər birinin xatirəsi bizim üçün əzizdir və doğmadır. Lakin bir şəhidimiz var ki, o şəhid olarkən onun cəmi 16 yaşı olub. Bəli, söhbət 1-ci Qarabağ müharibəsi zamanı 16 yaşında öz canını vətənə qurban verən Tiqana ləqəbli Samirdən gedir. Onun haqqında məlumat verəcəm. Əliyev Samir. Neçə yaşın var? 16. 16 yaş. Onun adı Samir idi, amma bu adı çox az adam xatırlayır. Hamı onu Tiqana kimi tanıyır. Uşaq yaşlarından futbola olan sevgisindən dostları məşhur fransız futbolçusu Jean Tiqananın şərəfinə onu bu adla çağırırdı. O vaxt heç kim düşünməzdi ki, bu uşaq bir gün kitab dəftər yerinə bozdakı döyüşçülərə balaca çiyinlərində sursat daşıyacaq. Tiqana 1977-ci ildə Cəbrayılın Qaracallı kəndində dünyaya göz açıb. Müharibə başlayanda 15 yaşlı Tiqana könüllü döyüşlərə qatıldı. Həyat onu çox tez böyütdü. Mühasirəyə düşən döyüşçüləri xilas elədi. Səngərdə olanlara su, yemək daşıdı. Gecələr keşik çəkdi. Əskərlər hər nə qədər onu döyüşdən uzaqda saxlamaq istəsələr də bir də gördülər ki, Tiqana əlində silah lap döyüşün mərkəzindədir. Tiqanadan bizə yadigar qalan isə bu qısa videodur. Onun qısa ömrü kimi. 1993-cü il avqustun 15-də Xocavənddə gedən qanlı döyüşlərdə Tiqananın həyat yolu da sona çatdı. Düşmən onu düz sinəsindən vurdu. Onun ölümündən düz bir həftə sonra Cəbrayılda işğal olundu. Onun məzarını yalnız 28 il sonra 2-ci Qarabağ müharibəsindən sonra əzizləri və ən əsası da anası ziyarət edə bildi. 28 il sonra oğlunun məzarı ilə şəkil çəkdirdi ana. Bu hekayənin ağrısı, acısı susmur, bitmir. Saçları bəyaz ana hələ də balasının yaralarının dərdini çəkir. Kömək eləyirdi uşaqlara. Gedib gəlirdi. Postumuz dağın başındaydı. Çiyinləri yara olmuşdu patron daşımaqdan. Ayaqları yara olmuşdu. Ruhun şad olsun Tiqana. Əliyev Samir. Neçə yaşın var? 16. 16 yaş.